Dəyərli Avtosaz izləyiciləri, yağışlı Bakıdan hər birinizi salamlayıram. Bəli, Milli Məclisdə növbəti dəfə yol hərəkəti haqqında qanuna dəyişiklik edildi. Bu dəfəki dəyişikliyə əsasən moped sürücüləri də mütləq şəkildə sürücülük vəsiqəsi ilə idarə etməlidir bu nəqliyyat növünü. Yəni, düzdür, qanun 3-cü oxunuşda qəbul edildi, hələ təsdiq olunmasına təxminən 3-4 ay müddət qalıb. Yəni, bu 3-4 ay müddətdə moped idarə edən, xüsusilə də kuryer fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız mütləq şəkildə həmin nəqliyyat vasitəsini artıq müvafiq sürücülük vəsiqəsi olmadan idarə edə bilməyəcək. Əks halda qanuna müvafiq qaydada 150 manat məbləğində cərimə olunacaq. Təbii ki, bu sürücülük vəsiqəsinin tətbiq olunması, bu qanunun tətbiq olunması məhz ondan ibarətdir ki, küçələrdə, hərəkət zonalarında, xüsusilə də sıx yerlərdə, nəqliyyatın intensiv hərəkət etdiyi yerlərdə, piyada səkilərində biz bilirik ki, dəfələrlə məhz moped sürücülərinin iştirakı ilə müxtəlif qəzalar və təhlükəli vəziyyətlər yaşanırdı. Məhz bu qanun ondan ötürü tətbiq olunur ki, moped sürücüləri də artıq özündə bir məsuliyyət hiss eləməlidir və nəticə etibarilə belə hadisələr baş verməsin. Düzdür, fondakı faktiki olaraq motosikletdir, amma fona uyğun danışmaq istədik və yekun olaraq bir daha onu demək istəyirəm ki, bəli, Milli Məclisin müvafiq qərarına, yəni yeni yol hərəkəti haqqında qanuna əsasən moped sürücüləri artıq sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edə bilməyəcək. Bu qərar 3-cü oxunuşda qəbul olunub, amma təsdiq olunmalıdır və bu təsdiq olunması təxminən 3 ay vaxt çəkəcək. Bu 3 aydan sonra təsdiq olunsa nə baş verə bilər? Ümumiyyətlə bununla bağlı, bu qərarla bağlı ekspertlərin fikirləri nədir? Onu öyrənmişik, onu təqdim edəcəyik və Ərşad müəllimin fikirlərini dinləyək. Artıq mopedlər motosikletə bərabər tutulur. Əvvəl bizim qanunvericidə moped velosipedə bərabər tutulurdu. Məsələn, velosiped yolu ilə də hərəkət edə bilərdi, yolun sağ kənarı ilə hərəkət eləməlidir. Amma onu motosikletə bərabər tutdular bu dəyişikliklərlə. Bu o demək ki, velosiped yolu ilə hərəkət edə bilməzdərlər. Yolun da fərqli zolaqları ilə də hərəkət edə bilərlər. Amma qaydalar çərçivəsində bütün nişanlar onlara da aiddir, svetofor onlara da aiddir. Piyada keçidində piyada yol verməlidir, səkin hərəkət edə bilməzdərlər, əksinə hərəkət edə bilməzdərlər. Məsələn, yük daşıma qaydalarına riayət eləməlidirlər, adam daşıma qaydalarına riayət eləməlidirlər və bu zaman bütün fəaliyyətləri motosikletə bərabər tutulur, artıq velosipedə yox. Biz indiyə qədər çox hallarda bu dediyimiz falan şeylərə riayət etməlidirləri görmürdük. Bəli, görmürdük. Əksər hallarda bu qaydalar tamamilə pozulur. Görmədiyimizə görə də görünür o təşəbbüsü qaldıranlar elə fikirləşdilər ki, bunlara nəzarət etməyin yolu budur. Ərşad, mən bir dənə sual verəcəm ki, sizcə artıq bu şəkildə qeydiyyata alınması və sürücülük hüququ və sair dövlət qeydiyyat nişanı bu nizam intizamsızlığı aradan qaldırmağa kifayət edəcək yoxsa? Əgər sürücülük vəsiqəsinin verilməsi prosesi tam qanunda nəzərdə tutulmuş prosedurlarla həyata keçirilsə, onlar sürücü olaraq hazırlaşsalar, gedib şəffaf imtahan versələr, sonra texnikaları da yenə də tam saz vəziyyətdə uçota alınsa, nömrələr verilsə, bəli, dəyişikliyi biz görəcəyik. Üstəgəl həm də onlar artıq məsuliyyət hissi artacaq ki, bizi də eyniləşdirə bilərlər. Məsələn, kameralar vasitəsilə onlar qırmızı işdən keçəndə kameralar vasitəsilə onlar da qeydə alınıb, onlara da cərimə yazıla bilər. Üstəgəl, yeri gəlmişəm, bu dəyişikliklərdən sonra inzibat xətaları məcəlləsində dəyişikliklər layihəsi var. Həmin dəyişikliklər layihəsində onlara tətbiq olunan cərimələr motosiklet sürücüsünə tətbiq olunan cərimələrlə bərabərləşdirilir. Onu da bilsinlər. Əvvəllər velosipedçi ilə bərabər idi. Bərabər idi. Artıq motosiklet sürücülər necə? Deməli, məsuliyyətləri də biraz qalxır. Yəni, diqqətləri artmalıdır, məsuliyyət hissi artmalıdır. Çünki nəzarət artıq güclənəcək, nəzarət mümkün olacaq. Üstəgəl, nəzarət tədbirləri də daha sərtə olacaq. Ona görə indidən hazırlaşmalıdırlar. Baxın, Ərşad müəllim, sürücülərin əksəriyyəti, nəqliyyat vasitələrini idarə edən əksəriyyəti həmişə şikayət edirlər ki, bu moped sürücüləri və avtomotosiklet sürücüləri deyil, sağdan, soldan, hardan gəldi ki, kör zonaya düşür, biz onlarla görə bilmirik. Bax, bu idarə etmə necə olurdu? Ümid edirik ki, bax, bu yaxşılaşacaq. Məsələn, əvvələ belə idi, həqiqətən də yolun sol tərəfində əksinə gəlirlər. Avtomobillərin axını o yana gedir, o əksinə gəlir. Amma bu mümkün olmayacaq. Çünki daha doğrusu bunu etsə 150 manat cərimə olacaq. Əgər moped qarşı tərəfə zərər vursa, sığortalanması vacib. Bu dəqiqə icbari sığortalar haqqında qanunda onunla bağlı boşluqlar var. Boşluqdan ibarət ki, yazılıb ki, 50 kub santimetrdən yuxarı olan mexaniki nəqliyyat vasitələrinin icbari sığortası, sahiblərinin icbari sığortası. Yəqin ki, onlar da dəyişik eləyəcəklər. Yəni bu artıq zərurətdir. Bəli. Bir halda ki, motosikletə bərabər tutuldu.
motosiklet kimi yəqin ki, onların da icbari sığortası nəzərdə tutulacaq. Bugünkü gün nəzərdə tutulmuyor. Amma motosikletlərə nəzərdə tutulub. Motosikletlər nəzərdə tutulub, bəli. Amma bu qanundan irəliləri artıq mopedlərə də ehtimal olunur. Ehtimal olunur ki, yəqin ki, onu tamamlayacaqlar, bəli, əlavələr edəcəklər. Aynen, çox sağ olun.